Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Xətai rayonu Məhəmməd Hacı küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib. Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 119 kvadrat metr olan 3 otaqlı mənzil dəhlizində bir ədəd yataq dəsti, dəhlizin divar kağızları 9 kvadrat metr sahədə, otaqların və hamamın qapıları qismən yanıb, yüksək temperaturdan hamamın lambirtdən ibarət tavanı 5 kvadrat metr sahədə deformasiya edib. Xilas edicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin bina sakinləri təxliyə edilib, mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.